Hər kəsə salam, mən Aynur Babayeva. Bugün sual 1-in izahına baxırıq. Verilmiş ifadə bir qədər mürəkkəb görünsə də, əslində heç də mürəkkəb deyil. Sadəcə verilmiş trigonometrik funksiyaların qiymətlərini yerinə qoymaqla misalın cavabını tapacağıq. İlk öncə sinus 120 dərəcənin qiymətini taparıq. Sinus 120-ni 90 üstəgəlsin 30 dərəcə şəklində yaza bilərik. 120 dərəcə ikinci rübə düşdüyü üçün sinus müsbət qiymət alır. İşarəni birinci qeyd eləyək, müsbət. 90 dərəcədə isə kosinusa çevrilir. Və kosinus 30 dərəcə şəklində yazılır. Kosinus 30 dərəcədə isə kök altı 3 bölünsün 2-yə bərabərdir. Sonra gəlin kosinus 225 dərəcəni tapaq. Kosinus 225, 180 üstəgəlsin 45-ə bərabərdir. 225 dərəcə 3-cü rübə düşdüyü üçün kosinusun işarəsi mənfi olacaq və 180-də kosinus elə olduğu kimi qalır. Sinusa çevrilmir. Kosinus 45 dərəcə şəklində yaza bilərəm. İşarəni yenə yazıram mənfi. Kosinus 45 dərəcədə kök altı 2 bölünsün 2-yə bərabərdir. Gəlin indi məxrəcimizi tapaq, yəni tangens 30 dərəcəni. Tangens 30 dərəcə bilirik ki, kök altı 3 bölünsün 3-ə bərabərdir. Yəni 1 bölünsün kök altı 3-ə. Qiymətləri indi gətirib ifadəmizdə yerinə yazsaq, sinus 120-nin qiymətini aldıq. Kök altı 3 bölünsün 2. Üstəgəlsin kosinus 45 dərəcədə, daha doğrusu mənfi kosinus 45, mənfi kök altı 2 bölünsün 2. Məxrəcdə isə tangens 30, yəni kök altı 3 bölünsün 3 var idi. Bərabərdir. Məxrəcdəki kəsrin məxrəcindəki bu üs sürətə qalxır. Vurma kimi yazılır. 3 vurulsun. Mən bu ikiləri, daha doğrusu iki kəsri bir kəsir şəklində yazsam, kəsirlərimi çıxsam, kök altı 3 çıxılsın, kök altı 2 şəklində kimi yazaram. Bu kök altı 3 də elə bu 2-nin yanında yazılacaq. Vurulsun kök altı 3. Bərabərdir. Sürət və məxrəci kök altı 3-ə vursam, 3. Bu kök altı 3 mötərəzənin daxilindəki hər bir həddə vurulacaq. Kök altı 3 kök altı 3-ə vurulanda 3 çıxılsın. Kök altı 2 kök altı 3-ə vurulanda kök altı 6. Məxrəcdə isə 2 vurulsun, kök altı 3 vurulsun, kök altı 3. Kök altı 3-ün kvadratı aydındır ki, mənə 3-ü verir. 2 vurulsun 3. 3-lər buradan ixtisar gedər. Cavab deməli 3 çıxılsın, kök altı 6 bölünsün 2 şəklində qalacaq. Cavab C variantı.